Salam azizlər. Bugünkü burç proqnozuna xoş gəlmisiniz. Bugün sizi hansı sürprizlər gözləyir? Sevgi, pul, iş və şans qapınızı döyəcək, yoxsa vacib qərarlar verməli olacaqsınız? Videonu sonuna qədər izləyin. Çünki günün ən önəmli mesajı məhz sonda sizi gözləyir. Əgər belə videoları sevirsinizsə, videonu bəyənin və kanala abunə olmağı unutmayın. İndi isə başlayaq. Koç burcu, bugün başqalarının nə etdiyinə deyil, öz yolunuza diqqət ayırmaq daha faydalı olacaq. Kiminsə uğurunu düşünərək əsəbləşmək və ya keçmiş hadisələri beyninizdə təkrar yaşamaq sizə heç nə qazandırmır. Əksinə, enerjinizi azaldır. Bugün özünüz üçün daha sakit və aydın düşünmək vaxtıdır. Maddi məsələlərdə bir qədər diqqətli olun. Gözünüzə xoş görünən hər şeyi almaq istəyə bilərsiniz. Amma sonradan peşman olmamaq üçün yalnız həqiqətən lazım olan şeylərə üstünlük verin. Ailəniz və dostlarınız sizə gözləmədiyiniz qədər dəstək göstərə bilərlər. Bəzən bir xoş söz insanın bütün gününü dəyişə bilər. Bugün belə anlar yaşana bilər. Sevgi mövzusunda ürəyiniz daha açıq olacaq. Hisslərinizi gizlətmək əvvəlki qədər asan görünməyəcək. Qarşınızdakı insan sizin səmimiyyətinizi hiss etdikcə münasibətlər daha da istiləşə bilər. İş həyatında isə uzun müddətdir üzərində çalışdığınız məsələlərdə irəliləyiş görünür. Hər işi eyni anda həll etməyə çalışmayın. Ən vacib məsələlərə diqqət versəniz, nəticə daha uğurlu olacaq. Günün bir hissəsini uşaqlarla və ya sizdən gənc insanlarla keçirsəniz, həyatın sadə tərəflərini yenidən xatırlaya bilərsiniz. Onların baxış bucağı sizə maraqlı fikirlər verəcək. Axşam saatlarında isə sizi sevindirən bir hadisə yaşana bilər. Sizə dəyər verən insanın varlığını daha dərindən hiss edəcəksiniz. Bəzən xoşbəxtlik böyük hadisələrdə deyil, kiçik diqqət və səmimiyyətdə gizlənir. Boğa burcu, bugün adi günlərdən fərqli hisslər yaşaya bilərsiniz. Daxilınızda bir neçə sual dolaşacaq və onların cavabı gözləmədiyiniz yerdən gələ bilər. Tələsmədən müşahidə edin, çünki bugün xırda görünən hadisələrin arxasında maraqlı işarələr gizlənib. Bədəninizə diqqət yetirin. Yorğunluq hiss edirsinizsə, özünüzü həddindən artıq yormayın. Hər zaman güclü görünmək məcburiyyətində deyilsiniz. Qısa bir fasilə belə sizə böyük rahatlıq gətirə bilər. Pul mövzusunda maraqlı imkanlarla qarşılaşa bilərsiniz. Daha çox qazanmaq istəyi güclənəcək, amma hər təklifə dərhal inanmaq düzgün olmaz. Biraz düşünmək sonradan peşman olmağın qarşısını alacaq. Sevgi həyatınızda isə xoş sürpriz görünür. Qarşınızdakı insanın davranışı sizi sevindirə bilər. Əgər aranızda narahat edən bir məsələ varsa, susmaq əvəzinə danışmaq daha yaxşı nəticə verəcək. Səmimiyyət bugün münasibətlərdə ən güclü silahınızdır. İş mühitində sözlərinizə diqqət edin. Əsəbi şəkildə deyilən bir cümlə sonradan sizin əleyhinizə işləyə bilər. Daha çox dinləmək və daha az mübahisə etmək sizə üstünlük qazandıracaq. Ailə daxilində isə ehtiyatsız deyilən bir söz kiçik incilik yarada bilər. Buna görə danışarkən diqqətli olun. Günün sonunda isə hər şey daha xoş olacaq. Sevdiyiniz insanla keçirəcəyiniz gözəl anlar bütün yorğunluğunuzu unutturacaq və üzünüzdə təbəssüm yaradacaq. Əkizlər burcu, bugün sizin üstünlüyünüz çevik düşünmək və vəziyyətə tez uyğunlaşmaq bacarığınız olacaq. İnsanlar hələ qərar verməyə çalışarkən, siz artıq bir neçə addım irəlidə ola bilərsiniz. Günün əvvəlində kiçik bir maddi narahatlıq yaşana bilər. Amma buna görə bütün gününüzü körləməyə dəyməz. Bugün ətrafınızdakı insanlar sizə daha çox müraciət edəcəklər. Kimsə məsləhət istəyəcək, kimsə problemini bölüşəcək. Maraqlıdır ki, başqalarına kömək etdikcə öz həyatınızla bağlı da vacib nəticələr çıxara bilərsiniz. Sevgi mövzusunda böyük hadisələr gözlənilməsə də kiçik jestlər çox böyük təsir yaradacaq. Bir mesaj, bir baxış və ya bir xoş söz ürəyinizi isidə bilər. Bugün hisslərin dəyəri onların böyüklüyündə deyil, səmimiyyətindədir.
İş həyatında isə zəhmətiniz diqqətdən kənarda qalmayacaq. Ətrafınızdakı insanlar bacarıqlarınızı daha çox qiymətləndirməyə başlayacaqlar. Rəhbərlik və ya iş yoldaşları tərəfindən müsbət münasibət görmək mümkündür. Bizneslə məşğul olanlar üçün də maraqlı imkanlar görünür. Bugün hər məsələyə qarışmaq məcburiyyətində olmadığınızı anlayacaqsınız. Bəzi insanlar sadəcə enerjinizi alır. Ona görə də sərhədlərinizi qorumaq vacibdir. Axşam saatlarında isə rahatlıq hissi ön plana çıxacaq. Ailə ilə vaxt keçirmək, yaxın insanlarla söhbət etmək və sadə sakitlik içində dincəlmək sizə yaxşı təsir göstərəcək. Günün sonunda anlayacaqsınız ki, ən böyük qazanc daxili rahatlıq və özünüzlə barışıq içində olmaqdır. Xərçəng burcu. Bugün daxilınızda iki farklı his mübarizə aparacaq. Bir tərəfiniz rahatlıq istəyəcək, digər tərəfiniz isə daha çox uğur qazanmaq üçün sizi irəli itələyəcək. Hansını dinləyəcəyiniz gününüzün necə keçəcəyini müəyyən edəcək. Bəzi hadisələr planlaşdırdığınız kimi getməyə bilər. Kiminsə davranışı və ya sözü sizi narahat edə bilər. Amma hər şeyi öz üzərinizə götürməyin. Bəzən insanların problemi siz yox, onların öz daxili vəziyyətidir. Maddi məsələlərdə faydalı məsləhətlər ala bilərsiniz. Təcrübəli bir insanın fikri sizi səhv qərardan qoruya bilər. Pul mövzusunda ehtiyatlı olmaq yaxşıdır. Amma haddından artıq narahat olmaq lazım deyil. Sevgi həyatınızda isə yumşalma hiss olunacaq. Son vaxtlar sizi incidən xırda məsələlər artıq əvvəlki qədər vacib görünməyəcək. Bəzən münasibəti qoruyan şey qürur deyil, səmimiyyətdir. İş həyatında müəyyən maneələr yarana bilər. Ancaq bu maneələr sizə dayandırmaq üçün deyil, daha güclü etmək üçündür. Bugün səbrinizi qorusanız, nəticə sizin xeyrinizə olacaq. Dostlar və yaxınlarla bağlı mövzularda diqqət mərkəzində ola bilərsiniz. İnsanlar sizinlə vaxt keçirməkdən zövq alırlar. Buna görə bir tədbir və ya görüşün təşkilatçısı olmaq ehtimalınız yüksəkdir. Axşam saatları isə günün ən gözəl hissəsi olacaq. Sevdiyiniz insanla keçirdiyiniz vaxt, xoş söhbətlər və isti münasibət bütün yorğunluğunuzu unutduracaq. Bugün anlayacaqsınız ki, xoşbəxtlik bəzən ən sadə anların içində gizlənir. Şir burcu. Bugün enerjiniz ətrafınızdakı insanlara da təsir edəcək. Harada olursunuzsa olun, insanlar sizin müsbət əhvalınızı hiss edəcəklər. Buna görə də çoxları sizinlə söhbət etmək və ya fikrinizi öyrənmək istəyəcək. Maddi məsələlərdə faydalı bir dərs ala bilərsiniz. Yaşı və təcrübəsi böyük olan bir insanın məsləhəti gələcəkdə sizə ciddi fayda verə bilər. Bugün pul qazanmaqdan çox onu düzgün idarə etməyin vacibliyini anlayacaqsınız. Dostlar və ailə ilə vaxt keçirmək arzunuz güclənəcək. İnsanları bir araya toplamaq, görüş təşkil etmək və ya sadəcə xoş anlar yaşamaq üçün hala gündür. Gün ərzində çoxlu gülüş və xoş xatirələr yarana bilər. Sevgi həyatınızda isə ürəyiniz daha açıq olacaq. Köhnə incilikləri geridə qoymaq istəyəcəksiniz. Bəzən xoşbəxt olmaq üçün haqlı çıxmağa çalışmaqdan vaz keçmək lazımdır. Bugün səmimiyyət sizə çox şey qazandıracaq. İş həyatında da uğurlu bir gün görünür. Komanda işi rahat gedəcək, yeni ideyalar isə diqqət çəkəcək. İnsanlar sizin bacarıqlarınızı daha çox qiymətləndirə bilərlər. Əsas məsələ vacib olan işlərə fokuslanmaq və xırda problemlərlə enerjinizi itirməməkdir. Axşam saatları isə xüsusilə xoş keçəcək. Sevdiyiniz insanla paylaşacağınız anlar sizə rahatlıq və sevinç gətirəcək. Bugün baş verən bəzi hadisələrin əsl dəyərini dərhal hiss etməsəniz də, yaxın günlərdə onların nə qədər vacib olduğunu anlayacaqsınız. Qız burcu. Bugün özünüzü daha güclü və daha inamlı hiss edəcəksiniz. Daxilinizdəki enerji ətrafınızdakı insanların da diqqətini çəkəcək. Harada olsanız, insanlar sizin müsbət auranızı hiss edəcəklər. Gözlədiyiniz bir xəbər və ya əldə etdiyiniz uğur sizə böyük sevinç gətirə bilər. Bu nailiyyət sizə öz gücünüzü yenidən xatırladacaq. Ən gözəl tərəfi isə odur ki, sevincinizi yaxın insanlarınızla bölüşəcəksiniz. Maddi məsələlərdə xoş sürpriz görünür.
daha əvvəl verdiyiniz borcun qaytarılması və ya gözlənilməz gəlir ehtimali yüksəkdir. Bununla belə, əldə etdiyiniz pulu dərhal xərcləmək əvəzinə bir hissəsini gələcək üçün saxlamaq daha ağıllı addım olar. Sevgi həyatında diqqət mərkəzində ola bilərsiniz. Səmimiyyətiniz və isti münasibətiniz qarşı tərəfin diqqətini çəkəcək. Əgər həyatınızda xüsusi biri varsa, münasibətlərdə maraqlı və gözəl inkişaflar yaşana bilər. Yaradıcılıqla məşğul olanlar üçün xüsusilə uğurlu gündür. Zəhmətiniz görünəcək, ideyalarınız dəyər qazanacaq və uzun müddətdir gözlədiyiniz təqdirə layiq görülə bilərsiniz. Ancaq boş vaxtınızı necə keçirdiyinizi diqqət edin. Vaxtı faydasız işlərə sərf etmək sonradan narazılıq yarada bilər. Bugün hər dəqiqənin dəyəri var. Axşam saatlarında isə sizi qeyri-adi və yadda qalan bir hadisə gözləyə bilər. Bu hadisə ailəniz, sevdiyiniz insan və ya yaxın dostlarınızla bağlı ola bilər. Bir şey dəqiqdir. Bugün uzun müddət yaddaşınızda qalacaq və adi günlərdən farqlanacaq. Terazi burcu. Bugün qarşınıza çıxan çətin vəziyyət əslində sizin gücünüzü göstərmək üçün bir fürsət olacaq. Ətrafınızdakı insanlar narahat olarkən siz sakit qalmağı bacarsanız, üstünlüyü əldə edəcəksiniz. Gün sizdən səbir və ağıllı qərarlar tələb edir. Maddi məsələlərdə xoş sürpriz mümkündür. Gözləmədiyiniz bir qazanc və ya yeni imkan ortaya çıxa bilər. Ən önəmlisi isə odur ki, bu nəticəni öz zəhmətiniz və bacarığınız hesabına əldə edəcəksiniz. Bu da özünüzə olan inamınızı artıracaq. Ailə və evlə bağlı mövzular bugün ön plana çıxır. Yaxınlarınızla keçirdiyiniz vaxt sizə rahatlıq və sevinç gətirəcək. Sadə söhbətlər belə gününüzün ən dəyərli hissəsinə çevrilə bilər. Sevgi həyatında isə kiçik jestlər böyük məna daşıyacaq. Bir baxış, bir xoş söz və ya səmimi münasibət ürəyinizdə xüsusi hisslər oyada bilər. Bugün münasibətlərdə hiss etdiyiniz hər şey təsadüfi deyil. İş həyatında diplomatiya sizə üstünlük qazandıracaq. Mübahisələrə emosiyalarla deyil, məntiqlə yanaşmaq lazımdır. Düzgün seçilmiş sözlər bugün sizin ən güclü tərəfiniz olacaq. Axşam saatlarında isə özünüzə vaxt ayırmaq istəyəcəksiniz. Film izləmək, telefonla maraqlanmaq və ya sadəcə sakit istirahət etmək sizə yaxşı təsir göstərəcək. Bugün anlayacaqsınız ki, xoşbəxtlik çox vaxt ən sadə və səmimi anlarda gizlənir. Əqrəb burcu. Bugün daxilınızda dəyişiklik etmək istəyi güclənəcək. Keçmişdə sizi narahat edən hadisələri xatırlaya bilərsiniz. Amma bu dəfə onlara farklı gözlə baxacaqsınız. Anlayacaqsınız ki, yaşadığınız çətinliklər sizi zəiflətməyib, əksinə daha güclü edib. Maddi məsələlərdə uğurlu xəbərlər mümkündür. Əlavə gəlir, gözlənilməz qazanc və ya sevindirici maliyyə xəbəri əhvalınızı yüksəldə bilər. Bununla yanaşı, bugün paylaşmaq və yaxşılıq etmək sizə xüsusi rahatlıq gətirəcək. Ailə daxilində xüsusilə uşaqlarla və ya sizdən kiçik insanlarla münasibətdə diqqətli olun. Sərt sözlər aranızda məsafə yarada bilər. Bugün anlayış göstərmək daha yaxşı nəticə verəcək. Sevgi həyatınızda isə hisslər daha güclü olacaq. Sevdiyiniz insanla daha açıq danışmaq və münasibətləri istiləşdirmək üçün uyğun zamandır. Əgər son günlər aranızda soyuqluq olubsa, bugün onu aradan qaldırmaq mümkündür. İş həyatında zehni gücünüz ön plana çıxacaq. Yeni fikirlər və maraqlı həll yolları tapa bilərsiniz. Başqalarının problem gördüyü yerdə siz fürsət görəcəksiniz. Bu da sizi bir addım önə çıxaracaq. Axşam saatlarında isə işdən uzaqlaşıb ailəniz və yaxınlarınızla vaxt keçirmək istəyəcəksiniz. Film izləmək, gəzintiyə çıxmaq və ya sadəcə söhbət etmək sizə yaxşı təsir göstərəcək. Günün sonunda isə romantik və yadda qalan anlar yaşamaq ehtimalınız yüksəkdir. Bu axşam ürəyiniz çoxdan gözlədiyi istiliyi hiss edə bilər. Oxatan burcu. Bugün sizin üçün ən vacib mövzu özünüzü idarə etmək olacaq. Bazı insanlar səbrinizi yoxlaya bilər və əsəblərinizi gərginləşdirə bilər. Ancaq unutmayın, ən güclü insan mübahisə edən deyil, hisslərini idarə edə biləndir. Maddi məsələlərdə ailə ilə bağlı xərclər arta bilər.
Xüsusilə uşaqlar və ya yaxınlarınız üçün əlavə ödənişlər etməli ola bilərsiniz. İlk baxışda bu sizi narahat etsə də, sonradan bunun doğru addım olduğunu anlayacaqsınız. Sevgi həyatında isə yumşaqlıq və anlayış ön plana çıxır. Sevdiyin insanla danışarkən sözlərinizə diqqət edin. Bir anlıq sərt münasibət aranızdakı harmoniyanı poza bilər. Bugün sevgi sizdən daha çox səbir və diqqət tələb edir. Sosial mühitdə diqqət mərkəzində ola bilərsiniz. İnsanlar fikirlərinizə dəyər verəcək və məsləhət almaq üçün sizə müraciət edəcəklər. Buna görə dediyiniz sözlərin təsiri düşündüyünüzdən daha böyük ola bilər. İş həyatında isə hər şey daha rahat görünür. Tapşırıqlar asanlıqla irəliləyəcək. Fikirləriniz müsbət qarşılanacaq. Bugün hər şeylə mübarizə aparmağa ehtiyac yoxdur. Sadəcə yolunuza davam edin. Axşam saatlarında isə özünüzə vaxt ayırmaq istəyəcəksiniz. Sevdiyiniz məşğuliyyətlə məşğul olmaq və ya sadəcə dincəlmək sizə rahatlıq gətirəcək. Ailə daxilində bəzi mövzular açıq söhbət tələb edə bilər. Sakit və anlayışlı yanaşsanız, bir çox problemləri həll etmək mümkün olacaq. Bugün sizin üçün rahatlıq hər şeydən daha dəyərli olacaq. Oğlaq burcu. Bugün daxilınızda biraz gərginlik hiss oluna bilər. Hər şey istədiyiniz kimi getməyə bilər, amma bu vəziyyət sizə nəyin həqiqətən vacib olduğunu göstərəcək. Qarşılaşdığınız çətinlikləri problem yox, dərs kimi qəbul edin. İş və gündəlik həyatında bəzi maneələr yarana bilər. İnsanların sizdən gözləntiləri arta bilər və bu sizi biraz yoracaq. Amma səbirli olsanız, günün sonunda bunun faydasını görəcəksiniz. Maddi məsələlərdə diqqətli olun. Köhnə bir tanış sizdən kömək istəyə bilər, lakin bu qərar sizin maliyyə vəziyyətinizi təsir edə bilər. Ona görə hər addımı düşünərək atmaq vacibdir. Sevgi həyatında isə sakit və anlayışlı olmaq ön plandadır. Mübahisə etmək əvəzinə dinləmək daha yaxşı nəticə verəcək. Kiçik diqqətlər və səmimi münasibət bugün münasibətləri qorumağa kömək edəcək. Sosial mühitdə biraz yorğunluq hiss edə bilərsiniz. Çox insanla ünsiyyət sizi yora bilər. Buna görə özünüzə vaxt ayırmaq vacibdir. Sakitlik və tək qalmaq sizə yaxşı təsir edəcək. Axşam saatlarında isə yaxın bir insanın xoş davranışı və ya yaxşı xəbər gününüzü dəyişdirə bilər. Bugün anlayacaqsınız ki, səbirli olmaq həmişə öz bəhrəsini verir. Dolça burcu. Bugün təbiət və açıq hava sizə xüsusilə yaxşı təsir edəcək. Gəzinti, idman və ya yüngül fiziki fəaliyyət əhvalınızı yüksəldəcək. Bədəniniz hərəkət və rahatlıq istəyir. Buna görə ona qulaq asmaq vacibdir. Maddi məsələlərdə müsbət xəbərlər mümkündür. Gözlənilməz qazanc və ya əlavə gəlir ola bilər. Amma eyni zamanda paylaşmaq və yardım etmək bugün sizin üçün xüsusi rahatlıq yaradacaq. Xeyirxahlıq sizə daxili sakitlik gətirəcək. Ailə daxilində bəzi kiçik anlaşılmazlıqlar yarana bilər. Köhnə mövzular yenidən gündəmə gələ bilər və bu biraz gərginlik yarada bilər. Bu vəziyyətdə sakit qalmaq və dinləmək daha yaxşı nəticə verəcək. Sevgi həyatında isə hisslər daha dərin olacaq. Qarşı tərəfi daha yaxşı anlamaq və münasibətləri gücləndirmək üçün uyğun gündür. Birgə səyahət və ya vaxt keçirmək münasibətlərə müsbət təsir göstərə bilər. İş həyatında isə sabit və yavaş, amma davamlı irəliləyiş görünür. Böyük dəyişikliklər olmasa da kiçik uğurlar toplanaraq müsbət nəticə verəcək. Səbir bugün sizin əsas gücünüzdür. Axşam saatlarında isə istirahətə ehtiyac hiss edəcəksiniz. Təbii mühit, sakitlik və yüngül fəaliyyətlər sizə yaxşı təsir edəcək. Bugün anlayacaqsınız ki, əsl güc sakitlik və balansda gizlidir. Balıq burcu. Bugün sizin üçün sakitlik və aydın düşüncə günü olacaq. Böyük təzyiq və stres hiss olunmur. Buna görə qərar vermək daha asan olacaq. Hisslərdən çox məntiqə əsaslanmaq sizə düzgün nəticələr gətirəcək. İş həyatında vəziyyət sabitdir. Gözlənilməz problemləri yoxdur və bu yarımçıq qalan işləri tamamlamaq üçün yaxşı fürsətdir. Xüsusilə yazışmalar və vacib planlar üçün uğurlu gündür. Sağlamlıq baxımından da gün sakit keçir, amma bu istirahəti unutmamaq demək deyil. Bədəninizə daha çox yuxu və rahatlıq lazımdır.
Özünüzü yormadan dincəlmək bu gün ən doğru seçimdir. Sevgi həyatında isə emosiyalar sakitdir. Bu, qarşı tərəfi daha yaxşı anlamağa kömək edir. Böyük mübahisələr əvəzinə sadə və səmimi söhbətlər daha faydalı olacaq. Maddi məsələlərdə kiçik imkanlar yarana bilər. Yeni fikirlər və ya layihələr gələcəkdə sizə qazanc gətirə bilər. Amma nəticə dərhal görünməyə bilər. Axşam saatlarında ailə və yaxınlarla vaxt keçirmək sizə xoş təsir edəcək. Sadə söhbətlər və isti münasibətlər gününüzü daha gözəl edəcək. Bu gün anlayacaqsınız ki, bəzən ən güclü nəticələr sakitlik içində yaranır. Əziz izləyicilər, videonu izlədiyiniz üçün təşəkkür edirik. Ümid edirik ki, bugünkü burç yozumu sizin üçün faydalı oldu. Şərhlərdə yazın, deyilənlər sizdə nə dərəcədə doğru çıxdı. Videonu bəyənməyi, dostlarınızla paylaşmağı və hər gün yeni burç proqnozlarını qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videoda yenidən görüşənədək özünüzə yaxşı baxın və hər zaman pozitiv qalın.